Martın 28-29-da Bakı şəhərinə güclü yağışlar yağdığı günlərdə paytaxt rayonlarının icra başçıları iş başında idi. Həmin dövrdə martın 20-sindən 31-nədək ölkədə Novruz və Ramazan bayramları olduğuna görə icra başçılarının iş başında olması maraq doğurur. Çünki adətən uzun bayram tətilləri zamanı məmurlar xaricə istirahətə gedirlər. Yeni Sabahın əldə etdiyi xəbərə görə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın icra başçılarına bayram günlərində rəhbərlik etdikləri rayonun ərazisindən kənara getməyi qadağan edib. Bu addımın Bakıda yaşana biləcək fors-major vəziyyətlərə dərhal müdaxilə edilməsi problemin qarşısını vaxtında almaq üçün atıldığı bildirilir. Ümumiyyətlə, Bakının icra başçılarının xaricə getməyi xeyli məhdudlaşdırılıb. Onlar ildə yalnız 2 dəfə, hər birində 10 gün olmaqla xaricdə dincələdilər.